Mənə verdikləri bir sual var ki, nəyin əksiydi, niyə getdin, nəyin yox idi, niyə bu qədər əziyyətə verdin özünü? Düz deyirlər, mənim Azərbaycanda hər şeyim var idi, potensialım, xəstələrim, yəni karyeram, hər şeyim var idi. Amma mən bunu biraz daha belə şəxsi, daxili bir səyahət kimi düşünürəm özümdə. Və mən bunu eləməyə istədim. Dedim ki, eləməsəm, mən bu 50 yaşımda bunu eləmədiyimə peşman olacağam. Mən bu yolu denəyəcəm, alındı, alınmadı, ən azından deyəcəm ki, mən denədim, olmadı. Ən azından mən bunu çətinliklərini gördüm, başqalarına da yol göstərmiş olaram. Amerika macəram 2009-da başladı. Rezidenturadaydım və kafedramda o vaxt mənim müəllimlərimdən bir neçə nəfər mənə deyirdilər ki, yəni mütləq gəlib Amerikanı görmək lazımdır, oradakı sistemi görmək lazımdır, orada yanaşmanı görmək lazımdır. Bu məqsəddən mən bura 3 aylıq rotasiyaya gəldim, 3 aylıq kursa gəldim və buradakı sistemi görəndən sonra içimdə bir heyranlıq əmələ gəldi. Və bu heyranlıq sönmədi və mən daimi olaraq burayla bura necə gələ bilərəm, buradakı sistemə necə adaptə ola bilərəm, nə etmək lazımdır, hansı imtahanlardan keçmək lazımdır. Bunu daimi olaraq mən zehnimin arxa tərəfində həmişə araşdırırdım. Bir planımın bir parçası idi. Sonradan Azərbaycana qayıtdım. Azərbaycanda da Tibb Universitetində işlədim 7 il. Oradakı elmi dərəcəmi artırmaq üçün mən qərar verdim ki, gedim Amerikaya, burada elmi işlərimlə məşğul olum, 1-2 il qalım, elmi məqalələrimi yazım. Və qayıdım və Azərbaycandakı elmi dərəcəmi almış oldum. Amma bura daha uzun müddətli gəlmiş oldum və 1 il yarımlıq bir müddətdə mən burada olduğum müddətcə mən dedim ki, niyə də mən burada bir yol izləməyim, bir klinisyen olaraq, elmi işçi olaraq deyil də bir klinisyen, bir həkim olaraq necə bir yol izləməliyəm. Bunun araşdırmalarına elə qərar gəldim ki, mən bunu bacara bilərəm. Və ikinci səbəb də mənim qızlarım o 2009-cu ildə əkiz qızlarım dünyaya gəldi. Amerikada gəldi, onlar vətəndaş oldu avtomatik olaraq. Onların uzun vadədə Amerikaya gələcəkləri məlum idi və mən düşündüm ki, mən onların yanında olmalıyam. Bu da ikinci əsas səbəblərdən biri idi. İş yerimin sigortası, çox güclü sigortası var. Yəni çox şey cover edir, amma ona baxmayaraq yenə də cibimdən xərclər çıxır. Hətta bir ara bir şey var idi, çox gülməli bir hadisə var idi. Mənim öz oğlumda badamcıq bir əməliyyatı olmalı idi. Prosta indi elə oldu ki, ehtiyac olmadı müddət sonra. Müşahidə eləyirdim ki, olacaq ya yox. Elə oldu ki, yəni gerilədi problem. Və elə bir şey var idi ki, o uşağı əməliyyat eləsəydim mən xəstəxanaya $1700 pul ödəməliydim ki, mən öz uşağımı əməliyyat edeyim. Yəni elə bir gülməli bir şey var, sistem var burada. Düz deyim, mənə icazə verməyəcək mən əməliyyat edeyim. Yəqin ki, öz iş yoldaşlarımdan biri eləyəcəkdi bunu. Amma demək istədiyim, yəni mən işlədiyim yerin, qurumun belə bir şeyi var. Yəni sistemin verdiyi bir şey var. Bunu təbii ki, bu qlobal bir şeydir. Yəni bunu mən dünya heç birində səhiyyə mükəmməl deyil. Burada insana çox böyük dəyər verilir. Yəni bura xəstə girdiyi anda xəstəxanaya, onun ətrafında dönən o sistemin mükəmməlliyi, ona verilən dəyər, bir səhvə yol verməmək üçün qurulan alqoritmalar o qədər sistematikdir ki, o qədər, necə deyim, stresli və sakitdir ki, və burada xəstə olmaq böyük bir avantajdır. Yəni düşünmürsən ki, mən burada gəlsəm, mənim başıma nəsə gözlənilməyən, istənilməyən bir hadisə meydana gəlir. Təbii ki, tibbdə heç bir şey qarantiya deyil, amma sistem bütün səhvləri eliminə etmək üçün dəfələrcə kontroldan keçir. Yəni bir xəstəyə əməliyyatxanaya salmaq üçün ən az 5-6 dəfə hansı əməliyyat hansı tərəf, hansı əməliyyat hansı tərəf, hansı əməliyyat hansı tərəf. Yəni bu sistem o qədər dəfələrlə keçir ki, müayinə olduğu gündən əməliyyat olduğu saata qədər, dəqiqəyə qədər, hətta əməliyyatdan qabaq bir time-out olur, hər kəs dayanır. Bir daha üstündən keçir ki, mən nə edəcəm? Paylaşır hər kəslə cərrah. Mən bu xəstəyə bu əməliyyat edəcəm. Hər kəs razıdırmı? Yəni bu çox dəyərli bir şeydir. Sonra da xəstənin şöbədəki o baxımı, oradakı onun qayğısı, tibbi şeydən deyirəm. Otelcilik ayrı bir şeydir, o da öz yerində. Yəni oradakı tibbacıların və personal qulluğu o da mükəmməl bir şəkildədir. Bir də buradakı yəni tibbi baxım da çox yüksək səviyyədədir. Yəni bu sistem məni heyran elədi. İkincisi də ki, həkimin öz həyat tərzi. Burada rezidentura çox ağırdır. Rezidentura qəbul olmaq ağırdır və davam eləmək ağırdır. Saat 5-də 6-da iş başlayır. Amma bir dəfə mən bir rezidentlərimin
bir ofladığını, pufladığını, yoruldum demələrini və ya aqressiv bir şəkildə işte bu nədir, bu nə işdir dediklərini heç şahid olmamışam. Və mənim məsələn Azərbaycanda olanda indi həkimlərimiz təsdiq edir. Telefon başımızda dəqiqə başı, gecə-gündüz telefonumuz çalar, yuxumuz olmaz, stres. Buna deyirlər minimal doz stres. Yəni o stres hər zaman var, o leveldəsiz yəni. Heç vaxt o rahatlama heç vaxt düşmür aşağı. O doza hər zaman bədəninizdə var və bu ömür boyu davam edir. Yəni siz Azərbaycandakı o mühitdə işlədiyiniz üçün burada o yoxdur. Yəni burada hər şey sistematik olduğu üçün sizin şəxsi telefonunuz zəng gəlməz. Çünki növbəti həkim hər şeyi cover edir. Mən güvənirəm öz kolleqama. Mən bilirəm ki, mənim xəstəmə bir şey olsa, mənim kolleqam onunla məşğul olacaq. Qanaxma ilə gələ bilər, başqa bir şey ola bilər, başqa bir zəng gələ bilər, xəstə bir sual verə bilər. O növbətçi həkim onu hər hansı həll eləyir. Sənə heç bir şəkildə zəng gəlmir. Sən öz ailənlə məşğul olsan, başqa hobbilərin varsa onunla məşğul olsan, bu həyat keyfiyyətini artırmaq üçün çox önəmlidir. Yəni bu həkimin də həyat kalitəsini artırır. Üçüncü bir şey, sizin burada mən buradakı tibb universitetində işləyirəm. Tələbələrə dərs deyirəm. Özüm də akademik olaraq bir yoldayam, inkişaf edirəm, davam edirəm. İndi professor ünvanı almışam, amma bu davam edən bir şeydir. Və sizin bu yolda inkişafınız üçün hər şey dəstək verirlər. Sizə ayrılmış bir fond var. Toplantılara gedəndə sizə o fonddan istifadə edə bilirsiniz. Ondan sonra bir kitab almaq istəyirsiniz, sizdən işte onun üçün ayrı bir büdcə var. Toplantılara gedirsiniz, elmi işlərdə, yəni real işlərlə məşğulsunuz. Mən hətta bir ara, yəni rezident olanda gedirdim böyük toplantılarda, böyük bir insanların o çıxışlarını dinləyirdim. Deyirdim ki, mən bu guideline-ları, bu algoritmaları yazan bir komandanın üzvü olmaq istəyirəm. İndi məsələn yeni çap olunacaq bir kitabda bir avtoram. Biz əvvəl Türkiyədə burada çıxan kitabları tərcümə eləyirdik, adlarını yazırdıq ki, biz kitab, amma burada kitab yazırsınız. Yəni və bunu bütün dünyaya bəxş edirsiniz və orada sizin adınız var və siz Azərbaycan təmsilən orada adınızı qoyursunuz. Bunlar çox belə məni doyuran şeylərdir, mənim xoşbəxt edən şeylərdir. Bu necə deyim, alim olaraq, bir həkim olaraq. Yəni bu cəhətdən mən cavanları xüsusilə, yəni bu yola girmək istəyənləri böyük bir şəkildə, böyük şiddətlə tövsiyə edirəm ki, bura gəlsinlər. Burada tibb universitetində oxumaq bahalıdır. Yəni ki, bir tələbə medinstituta girəndə və bitirəndə, rezidenturanı bitirdiyi vaxtı $300.000 borcla bitirir. Əgər ailə vəziyyəti bu pul ödəməyə imkanı yoxsa, dövlətdən bu pul borc alır, məktəbi ödəyir. Və bəzi tələbələr də yəni bunu stipendiya ilə oxuyur. Çox qeyri-adi istedadlı olan tələbələrin bu borcları silinir və ya məktəb bu feeləri ödəyir, scholarship deyirlər, buna stipendiya deyirlər. Amma əksəriyyəti bu borcla bitirir. Amma bunun qarşılığında da rezidenturanı bitirəndən sonra maaşlar o qədər yüksəkdir ki, bu borcu rahatlıqla ödəyirlər. Bunu dilə gətirəndə mənə bəziləri şey deyir, Amerikaya getdin, fikrin dəyişdi, biznes fikirli oldun. Bu bir reallıqdır. Bir ailə öz uşağını, deyək ki, Azərbaycanda və ya Türkiyədə bir həkim olması üçün əgər onu təhsilə göndərirsə, bir ailə bu uşağa pul xərcləyir. Yəni maddi bir yatırım edir. Və bu ola bilsin ki, məktəb pulu az olsun, amma bunun yaşamağı, xərci, ora gedişi, gəlişi bu ailə üçün bir yükdür, bir maddiyyatdır. Bunun qarşılığını almaq istəyir. Yəni təbii ki, uşağı bunu yatırım edir və bu yatırımın qarşılığını almaq istəyir. Və bu olsun Azərbaycanın özündə də. Bir rayondan gələn bir uşaq Bakıda yaşaması, zaten od qiymətinədir, oradakı kitablıqlar, dərsliklər və s. hər şey orada maddi olaraq ölçdüyün zaman çox böyük bir yatırımdır. Bunun qarşılığını almaq istəyir. Və bunun qarşılığını almaq üçün də insan, həkim bir praktik həyata atılanda avtomatik düşünür ki, mən bu pulu necə çıxardacağam? Bu yatırımı necə, bu investisiyanı mən necə geri ala biləcəm? Və Amerika bunu çox yaxşı bir şəkildə, çox gözəl bir şəkildə qurub. Deyir ki, düşünmə, sənin maaşın onsuz da başlanğıc maaşın bu qədərdir və ixtisasa görə dəyişir təbii olaraq, görülən işə görə də dəyişir. Və onun qarşılığını çox gözəl şəkildə Amerikada alırlar. Və heç bir şəkildə bunun qayğısını, anksiyetəsini mən müşahidə eləməmişəm. Travmatoloqların buradakı maaşı $800.000-dır. $500.000-dən $800.000 arasıdır illik. Başlanğıc maaşı düşünün. Cərrahi sahələr var ki, daha da çox. Yəni ürək-damar cərrahları 1 milyona işə başlayırlar. Ağız üst-çənə cərrahları $1 milyon işə başlayırlar. Düzdür, təhsil müddətləri uzundur bunların, amma nəticədə işin sonunda belə bir rəqəmlər mövcuddur.
Pediatrlar, terapevtlər daha çox 200 min, 250 min dollarla başlayırlar. Anesteziologlar məsələn burada çox böyük pullar qazanırlar. Maaşları 500-600 min. Ümumi mənada həkimlik prestijli bir sahə sayılır. Yəni uzun müddətli bir təhsil, bahalı təhsil, amma gəlir olaraq buna dəyər. Burada maraqlı olan nə var? Mənim məsələn diqqətimi çəkən, burada leksiyalar yoxdur. Yəni tələbə bizim Medinus'da ya da Türkiyədə tələbə gedib saatlarca oturub belə yuxulu-yuxulu leksiya dinləmir. Və müəllim də eyni mövzunu dəfələrcə danışıb bezmir. Tamam, mən onu zaten Azərbaycanda məsələn yaşayırdım da. Tələbə gəlirdi, bizim kurasiya saçma, yəni mənasız bir kurasiya sistemi var. Hələ də bunu mən anlamıram niyə. Tələbə gəlirdi, həm müəllimin vaxtını alırdı, həm öz vaxtı gedirdi, yollarda gedirdi o xəstəxanaya. Burada o sistem tamam həll olub. Niyə? Necə eləyiblər? Bunlar leksiyaları onlayn bir şəkildə sistemə yükləyiblər və tələbə girir o sistemdən leksiyanı dinləyir. Və bunun üçün deyirlər ki, sən istəyirsən bunu gecə dur dinlə, istəyirsən səhər oyan, mənim üçün dəxli yox, nə vaxt bu işi bitirsən, amma imtahana hazır ol. İmtahandan keçsən, sənin qiymətin bu olacaq. İmtahandan keçməsən, sənin qiymətin aşağı olacaq və sən iləriki rezidentura müraciətində o yansıyacaq sənin şeyinə, transkriptinə. Amma praktikalar ayrı. Praktikalar, laboratoriyalar var. Bizim anatomiya praktikalarımız var, burada da var. Fiziologiya praktikaları var, burada da var. Amma o leksiyalar girib 90 dəqiqə, 40 dəqiqə, 60 dəqiqədədirsə, tələbə gedib orada yuxulu-yuxulu, yorğun-yorğun gedib orada vaxt itirmir. Oturur evində. Düzdür, bunun da öz dezavantajları var. Mənfi cəhətləri nədir? Biraz motivasiya eksikliyi olur uşaqlarda. Yəni evdə oturub bunu dinləmək də asan deyil bəzən. Bəlkə gedib sinifdə ilə dinləsə daha həvəsli olar, amma bir tərəfdən də bir vaxt qazancı kimi görürəm mən bunu. Bir də məsələn mən tələbələrə soruşdum ki, bunun başqa nə mənfi cəhəti var? Sual yarananda sırazı müəllimə sual verə bilmir, e-mail yazırlar. Nəsə bir sual olsa. Yəni düzdür, onlaynda bütün sualların cavabını tapmaq olar, amma yəni spesifik bir sual olsa biraz orada communicationda problem yarana bilər deyə dedilər mənə. Amma mən çox bəyəndim açılıb. Mən sizə danışdım ki, burada tibb necə bahadır, tibb təhsili necə bahadır. İndi gəlin sizə deyim, bu sistemi biz necə bypass edə bilərik. Bunun birinci yolu tibb təhsilini başqa ölkədə almaqdır. Bu ola bilsin Azərbaycan olsun və ya Türkiyə olsun və ya başqa bir ölkə olsun. Tibb təhsilini oradan alandan sonra Amerikaya gəlib rezidentura keçib burada praktikanızı, karyerinizı davam edə bilərsiniz və ya ölkənizə qayıda bilərsiniz. Hər variant mümkündür. Burada rezidentura qəbul olmaq üçün amma bir mənfi cəhəti odur ki, bəzi sahələrə girmək qeyri-mümkündür. Çox çətindir. Yəni qeyri-mümkün deməyim də, qeyri-adi bir çətindir. Çünki Amerikalıların özləri o sahələrə istiqamətləndirir. Çünki orada yarış çox güclüdür və maaşlar yüksək olduğu üçün və yerlər məhdud olduğu üçün ora qəbul olmaq çox çətindir. Misal üçün, beyin cərrahisidir, ürək cərrahisidir, qulaq-burun muğazıdır, urologiyadır, gözdür. Dünyada ən çox qazanan anesteziologlar Amerikadadır. Çünki həm işləri rahatdır, həm də gəlirləri çoxdur. Müqayisə olunmayacaq qədər bir fərq var o birisi ölkələrlə. Onun üçün burada anesteziya çox yarışmalı, kompetitiv bir sahədir. Daha çox hansı sahələrə yerlər olur? Çünki çoxlu kontenjanlar var. Pediatriyadır, terapiyadır, family medicinedir, neurologiyadır, psixiatriya görmüşəm, çoxlu patologiyadır, patologiyadır. Ümumi cərrahiyyə görmüşəm. Çox yağın olmasa da burada bizim Azərbaycanlı və xarici tələbələrin, hətta burada bir dənə rezident var. Türkiyə məzundur, Suriyalıdır, Türkiyədə qutarıb, Maltepet Universitetini qutarıb. Burada cərrahiyyə rezidenturasına girib. Çox qeyri-adi gəlib burada uzun müddət research eləyib, plastik cərrahiyyəyə girən də görmüşəm, beyin cərrahiyyəsinə girən də görmüşəm. Bunlar biraz daha əziyyətli və uzun yollardır. Biraz daha burada qalmalıdır, research eləməlidir, məqalələr yazmalıdır, çoxlu referanslar yığmalıdır ki, o pozisyonu tuta bilsin. Və mən dediyim kimi, əgər böyük bir ambisiya yoxdursa, cərrah olma ambisiyası yoxdursa, pediatriya və ya terapiya, daxili xəstəliklərə həvəs varsa, Amerikaya çox rahat bir, yəni rahat deməyim də mümkün olan bir pathway var. Amma burada da yenə gəlib bir 6 ay bir research eləməlisiniz, məqalə öyrətməlisiniz, elmi işlər yazmalısınız, referans məktəbi. Burada bütün sistem referansdan dönür. Bütün sistem. Yəni ki, sizi rezidentura intervyuya çağıranda referanslarınıza baxırlar, bir yer işə qəbul olanda da referanslara baxırlar. Bu referans məsələsi çox önəmlidir və heç kim sizi görmədən, tanımadan heç kim sizə məktub verməz. Onun üçün mənə məsələn bəzən yazırlar ki, doktor mən bura müraciət edəcəm, məni tanımırsam, mən əlaçıyam, mənim məktub. Bu sistem belə işləmir orada. Yəni əgər mən səndən işləməmişəmsə, səndən birə-bir təmasım olmayıbsa, ortaq bir işimiz yoxdursa, məktub mümkün deyil. Heç kim o məktubu diqqətə almaz.
və sənin sən reputasiyan da məktubun altında sənin adın varsa, sonra bir gün, yəni o insanın sistemə adaptasiya olmaması, team worker olmadığını görəndən sonra sənin deyəcək ki, bu adam referansidir. Bundan sonra bu adama güvənməmək lazımdır. Çünki öz adını qoysan bunun altına. İmtahanlar var burada. UCMLA dediğimiz United States Medical License Examination'lar var. Birinci step 1, step 2. İndi üçüncü step dəyişiblər. Bunu İngilizcə, tibb İngilizcə imtahan ediblər. Mən verəndən sonra dəyişib, onun detallarını bilmirəm. Bir də step 3 var. Bu imtahanların hamısı pulludur. Yəni ki, bu step 1, step 2-ni siz Türkiyədə və Gürcüstanda verə bilərsiniz. İmtahanın müraciəti 1500-2000 dollar civarındadır. Amma məsələn, o İngilizcə imtahanı da əmin deyiləm, o deyəsən Amerikanın özündədir. Step 3 100% Amerikadadır. Yəni bütün bu imtahanları vermək üçün bir hardasa 10.000 dollar pul lazımdır. Bir kərə bunu bir tələbənin qaldırması həqiqətən çətindir. Yəni mən bunu anlayıram. Bu bir maneədir. Yəni bu maneəni aşan cürbəcür yollar tapır uşaqlar. Ya bəziləri ailədən, bəziləri borc tapır və s. İndi mən onun bir dəqiq bir yolunu bilmirəm. Amma bu bir maddi bir külfətdir. Bunu mən qəbul edirəm. Dediyiniz kimi bura gəlib research eləmək də bir külfətdir. Heç kim burada pullu research, yəni maaşlı research tapmaq çox çətindir. Yəni bəzilərinin burada fondu var. Hətta bu fondlar buradakı fondlar tərəfindən, elmi fondlar tərəfindən verilir. İndi son vaxtda bu Elon Musk gələndən sonra o da 50-60% azaldılıb, tamamilə bütçələr quruyub. Onun üçün o fonddan da sizə kimsə maaş verməsi çox belə artıq gözlənilən bir şey deyil. Yəni orada da hiss olunur ki, bir çətinlik yaranıb. Bütün o sistemin gedişatı ağırlaşıb orada. Yəni burada gəlib çox vaxtı öz imkanları ilə edir uşaqlar. Yəni biz burada görürük. Düzdür, stipendiya tapanlar var, scholarship tapanlar, dövlətdən dəstək alanlar var və s. Amma yəni bunun spesifik bir yolu yoxdur ki, bura getsin, bunu həll etsin. Buraya ailə əgər bir uşağını buraya medinstitut oxumağa göndərmək istəyirsə, onun da qabağında bir maneə var. Bunları mən deyirəm ki, çünki bunları bilərəkdən yola çıxmaq lazımdır. Buraya gəlib 4 il adi bir fakültə oxumalıdır bir uşaq. Yəni mən orta məktəb bitirəndən sonra bura gəlir, fakültədə oxuyur. Hansı fakültədə oxuması məsləhətdir? Məsələn, biologiya, biokimya, bioteknoloji, nə bilim, tibblə əlaqəli, tibbə yaxın olan sahələr. Fiziologiya və ya neuroscience var, cürbəcür tibbə dallanan, nursing var, tibb bacılığı məktəbləri var, nursing oxuyanlar var. Hətta mənim tələbəm var, riyaziyyat oxuyub, riyaziyyat qutarıb. Hətta bir tələbəm o gün tanış oldum biri ilə, kompüter mühəndisliyini bitirib və sonra tibbə girməyə qərar verib. Hamısı, yəni tibb sonra bunu bakalavr bitirəndən sonra medinstituta müraciət edirlər. Burada medinstituta müraciət eləmək üçün belə bir maneə ilə qarşılaşırlar. Green card və vətəndaşlıq yoxdursa, medinstitut sizi qəbul eləmir. Bunu öncədən planlamaq lazımdır. Bu maneəni necə aşmaq olar, nətər olar? Ehtimal varmış, çox böyük bir, zəif bir ehtimalmış. 1000-də 7 deyirlər, nədir? Bir ehtimal varmış ki, bəzi universitetlər bu istisnaları qəbul edir, bu xaricdən gələn tələbələr, yəni vətəndaş olmayanları. Amma çox çətin olduğunu eşitmişəm, əmin deyiləm. Yəni demək istəyirəm ki, əgər bir valideyn bura uşaq göndərəcəksə, bununla üzləşəcəyini bilsin. Onun yerinə mən məsələ görürəm ki, medinstitutu başqa yerdə oxusun, buraya gəlib rezidentura keçsin və karyerasını davam eləsin. O da bir avantajdır. Və ya rezidenturanı bitirəndən sonra fellowship, mən bu şəkildə gəldim. Rezidenturanı bitirəndən sonra dar ixtisasa gəldim. Dar ixtisası tamamlayandan sonra burada hoca olaraq davam elədim. Bu da bir pathwaydir.